Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Böyük bir mövsümün artıq ki sonlarına gəlib çatmaqdayıq və hər bir oyun artıq böyük bir mahiyyət kəsb edir. Qarabağ komandası Azərbaycan çempionatında sabaha uduzur demək olar ki, çempionluğu əldən verib. Azərbaycan kubokunda da finala çıxmaq şansları riskli görünür. Hal-hazırda ilk oyun 2-2 hesabı ilə yekunlaşdı Qarabağın meydanında. Cavab görür ki, Sabahın meydanında olacaq. Bəli, Qarabağ komandasının rəhbərliyi toplanıb və mühüm qərarlar qeydə alınıb. Biz də bu məlumatı sizin nəzərinizə çatdıracağıq. Daha sonra dəyərli dostlar, sizlərə Çempionlar Liqası, Avropa Liqası və Konferans Liqasından da maraqlı məlumatları çatdıracağıq. Çünki bugün möhtəşəm qarşılaşmalar var. Gəlin görək Qarabağ rəhbərliyi niyə toplaşıb? Bəli, ilin yekunlarına dair, daha doğrusu mövsümün yekunlarına dair müzakirələr aparıblar. Bu iclasda Prezident Tahir Gözəl, Vitse-Prezident Fevzihan Araz, Baş direktoru və idarə heyətinin üzvü Emrah Çəlikəl, idarə heyətinin üzvü Asif Əskərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər ki, həmin iclasdan şəkilləri sizlərə təqdim edirik. Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələrlə yanaşı, təşkilatı və idarəetmə məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. İclasda eyni zamanda növbəti mövsüm planlaşdırılması əsas müzakirə mövzulardan biri olub. Komandanın heyətinin gücləndirilməsi, altından xətt çəkərək deyirəm, komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı, beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib. İdarə heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və Qarabağ Futbol Klubunun həm ölkə daxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunması prioritet məsələ kimi müəyyən olunub. Bəli, bu şablon cümlələrdən ibarət xəbər də sizin nəzərinizə çatdırdıq. Çünki Qarabağ komandası iclasından sonra Qarabağ komandasına yaxın saytlar bu şəkildə bir şablon cümlələrdən ibarət bir xəbər paylaşdılar. Amma açıq-şəkə maraqlı olan səmimi şəkildə hansısa məlumatların çatdırılmasıdır. Qarabağ komandası transfer edəcəkmi? Sual budur. Qarabağ azarkeşini narahat edən odur ki, rəhbərlik transferlərə vəsait ayırmır və Qarabağ komandası artıq bu il Çempionlar Liqasında əsas gücünü itirdiyinə görə çempionatda Sabahın kölgəsində qaldı. Kubokun finalına yüksəlmək şansı da var, amma bacaracaqmı, bacarmayacaq bu da sual altında və bu il titulsuz başa vurmaq ola bilsin ki, titulsuz başa vursunlar mövsümü. Ona görə də Qarabağ azarkeşləri narahatdır. Əziz Tahir Gözəl, artıq transferlərin vaxtıdır. Düzdür, xəbərdə şablon cümlələrdən belə başa düşülür ki, qərar verilib ki, yeni transferlər olunsun və mənim aldığım məlumata görə də yayda çox saylı transferlər olunacaq. Amma bu transferləri vaxtında etmək lazımdır ki, sonra heyət kasadlığına görə çətin vəziyyətə düşməyəsiniz. Dəyərli dostlar, biz Qarabağ komandasından bu transferləri gözləyirik. Bu arada texniki qüsurlara görə üzr istəyirəm. Qarabağ komandası transferləri reallaşdıracaq. Rəhbərlik scoutlara, menecerlərə xüsusi tapşırıqlar verib və yaxın günlərdə Qarabağ komandasının yeni transferləri artıq gəlməyə başlayacaq və komandadan çoxsaylı ayrılıqlar olacaq ki, bunların artıq bir sıra futbolçunun adları məlumdur ki, daha əvvəlki verilişlərdə bu barədə danışmışam deyə burada təkrar etmək istəmirəm. İndi isə dəyərli dostlar, sizlərə Avropanın ən mötəbər turnirlərində keçiriləcək oyunlar, keçirilən və keçiriləcək oyunlar haqqında məlumat vermək istəyirəm. Belə ki, Çempionlar Liqası bildiyiniz kimi 4-1 final mərhələsinin ilk oyunları yekunlaşdı dəyərli dostlar. Real Madrid öz meydanında Bayern Münhenə məğlub oldu, Sporting Arsenala öz meydanında məğlub oldu. PSG öz meydanında Liverpoolu 2-0 hesabı ilə məğlub elədi. Barcelona isə öz meydanında 2-0 hesabı ilə Atletico Madridə məğlub oldu. Bu ilk oyunun nəticələridir. Bir həftə sonra ayın 14-də deməli Liverpool, PSG, Atletico Madrid, Barcelona matçı başlayacaq. Ayın 15-də isə Bayern Münhen, Real Madrid, Arsenal, Sporting Lisbon qarşılaşmaları baş tutacaq.
Sizcə növbəti mərhələyə hansı komandalar yüksələcək? Fikirlərinizi mütləq şərhlər bölümündə yazın. Ümumiyyətlə Çempionlar Liqasının qalibi kim olacaq, kimi favorit görürsünüz? Dəyərli dostlar, dünən Avropa Liqasından bir qarşılaşma baş tutdu və bu qarşılaşma Braqa və Real Betis arasında keçirildi. Görüş 1-1 hesabı ilə yekunlaşdı. Bugün Avropa Liqasında daha 3 qarşılaşma başlayacaq. Freiburg Celta ilə qarşı-qarşıya gələcək. Bologna Aston Villa ilə, Porto Nottingham ilə öz gücünü sınayacaq. Dəyərli izləyicilər, sizin fikrinizcə bu görüşlər hansı nəticə ilə yekunlaşacaq? Fikirlərinizi yazın. Mən burada Porto komandasını, məsələn, Nottingham'i məğlub edəcəyini düşünürəm. Aston Villa səfərdə də oynasa Bologna'ya məncə məğlub olmayacaq. Baxmayaraq ki, Bologna evində çox möhtəşəm oynayır. Aston Villa məncə bu görüşdən ən azı heç ilə qayıda bilər. Freiburg Celta qarşılaşmasında isə Celta'nın uduzmayacağını düşünmək olar. Bax, bu təbii ki, mənim fikirlərimdir. Hər halda sizlər də öz fikirlərinizi şərhlər bölümündə yazarsınız. Və qeyd edim ki, Avropa Liqasında 4-1 final mərhələsinin cavab görüşləri ayın 16-sında başlayacaq. Və Konferans Liqasından da bugün 4 qarşılaşma var, hansı ki, İspaniyanın Rayo Vallecano komandası AEK ilə qarşı-qarşıya gələcək. Crystal Palace İngiltərə təmsilçisi Fiorentina İtaliya komandası ilə qarşı-qarşıya gələcək. Mainz'la Almaniya təmsilçisi ilə Fransanın Strasbourg komandası öz gücünü sınayacaq. Shakhtar Donetsk Ukrayna komandası ilə Az Akmar komandası qarşı-qarşıya gələcək. Bu oyun ki, Polşada keçiriləcək, dəyərli dostlar. Və beləliklə, bu görüşlərin cavab qarşılaşmaları da bir həftə sonra ayın 16-sında başlayacaq. Və onu da sizin nəzərinizə çatdırım ki, bugün keçiriləcək görüşlərdən yalnız biri Rayo Vallecano AEK maçı 20:45-də başlayacaq. Digər görüşlər isə 23:00-da başlayacaq. Bugün hansı oyunlar televiziya vasitəsilə canlı yayımlanacaq, onu da sizin nəzərinizə çatdırım. Azərbaycan kanalları vasitəsilə bir sıra Avrokubok oyunları canlı yayımlanacaq. Belə ki, CBC Sport kanalı 20:45-də Rayo Vallecano AEK oyununu canlı yayımda sizlərə təqdim edəcək. 23:00-da isə Porto Nottingham Forest qarşılaşması sizlərə təqdim olunacaq. İctimai televiziya isə Bologna Aston Villa qarşılaşmasını canlı yayımda izləyicilərə təqdim edəcək. Xoş seyirlər arzu edirəm və ümid edirəm ki, sizin üçün maraqlı qarşılaşmalar olacaq. Dəyərli izləyicilər, sizdən bir də olduqca vacib xahişim var və ümid edirəm ki, səsimizə səs verəcəksiniz, bizi anlayışla qarşılayacaqsınız. Bir dəqiqə üzr istəyirəm. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki, dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, anlayış göstərəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Kömək olan, olmayan hər kəsə yalnız xoşbəxtlik arzu edirəm və bugünlük bu qədər dəyərli izləyicilər. Növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Hələlik.